Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bu halda küçədə 700 manat cərimə oluna bilərsiniz. Paytaxt ərazisində aparılan sorğular göstərib ki, siqaret qadağası barədə məlumatı olanlar da var. Bundan xəbərsiz qalanlar da şəhərin müxtəlif yerlərində siqaret kötüklərinin atılması üçün xüsusi tullantı qabları yerləşdirilib. Lakin bəzi şəxslər siqareti tam söndürmədən həmin qablara atır. Bu isə yanğın təhlükəsi yaradan hallardan biridir. Məsələ ilə bağlı hüquqşünas Ellada Bayramova bildirib ki, qanunvericiliyə əsasən siqaret çəkmək təhsil və tərbiyə müəssisələrində, tibb ocaqlarında və onların ətrafında, idman arenalarında, eləcə də ictimai yaşa obyektlərində, kafe, restoran və ticarət mərkəzlərində qəti qadağandır. Bu qaydanı pozan şəxslər 30 manat məbləğində cərimə olunur. İnzibati xətalar məcəlləsinə əsasən siqaret kötüyünü küçəyə və ya yerə atmaq 300 manat cərimə ilə nəticələnir. Kötüyü yerə təkrar atmaq isə 700 manat cərimə nəzərdə tutulub.